Bugün tarixi bir gündür. 17 oktyabr nəinki Füzulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bugün biz hamımız, bütün Azərbaycan xalqı, xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Həmrəylik göstərərək, qarşılıqlı dəstək göstərərək, birlik göstərərək bu şanlı tarixi biz bugün yazırıq. Biz xoşbəxtik ki, biz bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən 10 minlərlə bizim qaçqın köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bugün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma, dədə-baba torpaqları işğalçılardan azad edilir.